Hadi qorxdum, salam zəhmət. Konsept antikafe. Hə, yaxşı. Oraya gider zəhmət olmaz. Salam. Konseptdə antikafe. Burada soldadır. Baxın bizim şüvənlər qabaqda gəlir. Bizim iqtisadın qapısı antikafe açılır. Sağ ol. Saçın yaxşıdır? Saçım qəşəng düşür. Sağ ol. Ay, sizin şey nə oldu? Dostlar, 8 Mart bayramımız mübarək bütün xanımlara təbii ki. Allah razı olsun. Olmaz. Olmaz. Gən qalarım. YouTube'a videodur. Hə. Sağ ol. Keçən videoya baxıb abunə olmayanlar Fəriddir də, bilirsiniz uşaqlar. Ya, bura olasan sən. Ona görə hamı abunə olsun sən. 2 namazım. Çox. Allah, belə bildim ki, əlindəki şeydir. Elə bildim əlindəki baltadır qabaqdan gələni. Mən çəkiş bildim. Zaman çəkirəm. Zaman xeyirə səsin. Milyon olsun ki, bu. Elə bildim buradır ya. Bunların soru yumağı var. Ediyor, hemen yer, ben yarım. Mən əlimi də vurmalıyım. Afisant oldu. Yaxşı. Yeş, afisiyatı şef. Bəlkə adına razı fıstıq. Stəkan adına lazım deyil. Yoxdur. Adına lazım stəkan yox da. Alıb gələrdik keş. Hayır, sizin işte. Doldur da suyu. Gel bunları doldurdum ya. Bu ikisini doldur bir daha. Senden çay olmaz. Kardeşin lənkanı toyda çaysızlıq edir ya da. Toyda, yasda, hamısında. Ayran işləməyə deyil. Pul verirdilər sonra. Qohumdur da. Sən Qubadan deyildin. Nerede o? 20 nəfər var. Mafya çox maraqsız. Bakın sayın vardı orada. Sen oynayırsan. Mən mafiyada. Mən mafiyada vətəndaşda olsam birinci çıxıram. Mafiyada olsam birinci çıxıram. Milleti şübhələnməsin cəmaatdan. Mən düz oturanda da məndən şübhələnirəm. Ona görə Mən mafya təmkiləm. Valent olan bu bığlı kişi kamikadzedir. Kamikadzenin oyunda bir mənası çox yoxdur. Yəni var, sadəcə kamikadze manyak kimi bir rol. Ona görə də elə bir səs verməliyik ki, ikimiz də bərabərə qalaq və heç kim getməsin buradan boş-boşuna. Bunu deyirəm. Heç kim getmədi. mafiya oynadıq və mafiya mən idim, amma ən axırıncı mən çıxdım. Bilmirəm. Valla bilmirəm. Çal da prosta. Ya bu gece gali, ya da bu gece gali, ya bu gece gali, ya da bu gece gali. İşte Mamed işte. Ay bu benim tamizada oynuyorlar bana her şeye bak. Ben burada durmuş. Sen kimsən? Fərqi yoxdur. Ben orada ya, ben orada yaxşıydım. Ben de yerim dəyişdim. Hazırsın. Bunu. Aha. Arkadaşlar görebilirsin. Ha, burası. Burada, bura. Bunu oynamır, şiş taşır orada. Ha, burası. Biz gedirik Türkanla Fərizə ilə 8 Mart qeyd eləməyə. Həm 8 Mart, həm də Türkanla mənim ad günüm arasında 9 gün fərq var. Onu qeyd eləməyə gedirik. İkisini bir yerlə birləşdirmişik. Belə telefonda yer qutarıb, dünən qutardı. Uşaqlarla 8 Mart qeyd eləyəndə inşallah ki bu günü yola verə biləcəm bu telefonu. Ay, qabaqdan it gəlir. Vay 2 dənədir özdə. Mən nə edəcəm? Hə, nəysə itləri yola verdik, indi gedirik. Belə. Ən sevdiyim havalar bu havalardır. Yəni çox isti deyil, üstümüzə nəsə raket zad alıb çıxırıq da. Buluşma gerçekleşti. Hə, bunların üstünə də mən almışam gülləri bu arada. Dediğim rəyimi göstərsiniz. Mən bir almışsınız. De burada. İnsanlar da metroda mənə baxır əlimdə 3 dənə gül deyir ki, oyda.
bu qaqaş kimdirsə, halal olsun. Aha, çox qəşəng görünür şəhər. Çünki hamının əlində rəhli nəsə var. Yazısı gəlir. Fərzə xanıma özəl limonad alır. Special onun üçün hazırlamış limonad. Dünən telefon yeri qutardı şeydə, Andi kafedə də. İndi nə qədər çəkirəm heç nə olmur. Ver. İndi nə qədər çəkirəm heç nə olmur. Dünən imiş elə bunun problemi. Türkan iş adamı. Fərzdən geri çay içmə. Əslində bizim planımız belədir. Yemək yeyib sonra çay içəcəkdik. Çünki mən xoşuma gəlir yemək yeyəndən sonra çay içmək. Türkan araya saldı ki, saçım düz. Nəysə, şeydir. İndi mən həmişə xoşum gəlir yeməkdən sonra çay da. İndi biz onu razılaşmışdıq bu gün eləyəcəkdik. Türkan milkshake istədi. Nəysə də gedir çay içməyə. Ya bir dəqiqə. Boş atdı. Allah aparırsan içməyə. Yox, İçməyə. Türkan bu soyağa düzülüb ki, mən milkshake istəyirəm. Milkshake'in vaxtıdır. Biz deyəsə milkshake soyuq olmur. Nəysə. Soyuq olur. Milkshake istəyir, sonra kokteyl aldı içdi. Yenə qalan mən oldum. Mən çaydan sız. Kol içsin. Eyni deyil, rəngi çayla eyni deyil. Nəysə. Mən bu qədər vətən, əslində bir günah məndədir ki, mən bu qədər vətənimə və vətənimin nemətlərinə bağlıyam. Hissediyorsan. Hə? Просто göster. Nəyi? Hiçbir şey. Nə danışırsan? Da demirəm. Dəlici bu. Əl elə kamerama. Hadi demirəm. Məsələn, bir dəfə fasonlarım var mənim videolara. Elə də əl. Belə. Yol ver Tuncay'a bakalım. Tuncay Ayxan sənə baxmaq istəyir. Heç nə oxumamışıq, görəyim olacaq. Niyə oxumamısınız? Niyə məsuliyyətsiz deyirsiniz? Yox, məsuliyyəti əslində. Bax, Yox, açılır xüsusi məlumatları mənlə Muratam. Yəni, bunları özləri də təsdiqləyə bilərlər. axı öz hissələrimizi öyrənməmisiniz? Kim bilir? Dünən bana sislidir arxa. Dünən də belə idi. Sıragin yoxsa dünən biz hardaydıq? Bu da kaçak çıxmağa çalışır buradan, hə. Bugün Fərzə ilə Rosmana getdik, mən bir kişiyə lazım idi, onları aldıq. Amma mənim adımdan girdi, Fərzə də özünə saldı. Nə saldığını deməyim daha. Olar ki, girsin heç nə almaq. Buradan nəsə çıxır, mən saç şey olur. Kaçak çıxmaya çalışıyor. Çıxım qaldı. Biz indi layihə işinə görə toplanmışıq. Əslində Gloria'ya gedəcəkdik. Yəni əslində mən tez çatmışam. Gloria'ya gedib tək oturmağa da sosial ankastrem icazə vermədi. Ona görə də gözləyirəm gəlsinlər. İndi Fərzə gəlir. Onunla gəlib oturacağıq. Heç nə belə. Fərzə yeni imaj yaradıb özünə. Çox yaraşır. Çolkan. Çolkan çox şey qalır şu an. Təzə taxı, birazdan yatacaq. Necəyəm dostlar? Yorumlarda yazın. Dəqiqə, bütün anksiyete, nə bilim, təşviş, həyəcan, hamısı tutub məndə. Fərzənlə çox tez gəldim. Çox tez deyəndə əslində 20 dəqiqə geçdik, biz 12-də görüşəcəkdik, 1-20-də geçdik. Plus da mən amma çox tez gəlmişdim də. Mən artıq 15-20 dəqiqə qalmış gəlmişdim 12-yə. Bir Fərhadı qayıdırdı, bir də Zəhranı gözləyir, gəlib çıxmaq bilmirlər. Camaat da deyir ki, bunlar niyə gəlib 2 dəfə mal kimi oturublar burada. 100% onu fikirləşdilər bizə də. Bizim kofe shopda hamı çox egolu gəlir mənə. Mən deyib kofe shoplara heç vaxt girmirəm. İndi bu dəfə məcbur girmişik. ChatGPT şey elədi, Zəhranı zorbaladı. Nə edəcəyini bilmək olmur. Hə, düzdür. Sən çox mədən yazıb bu arada. Özüm də İncitmə məni. yazmayın. Prosta yazın ki, məni tanımır. tanımladım. Şey, inşallah açıq olar. Məncə bağlıdır. Dostlar, müzey açıq deyil deyəsən. Biz muzeyə gəlmişik, ya da açıq deyil deyəsən, gəldiyimiz. Fikirləşmirik ki, bayram. Biabırsıq, səhv fikirləmişik biz. Olsun. Əsas orada gəldi, çıxdı. Bəli, muzey deməli əslində 7-yə qədər, 6-ya qədər. 6-ya qədər işləyir, prosta kassalar 5-ə kimi işləyir. 6-ya qədər işləyir. Biz də 10 dəqiqə gecikdik. 10 dəqiqə gecikdik deyə girənmədik yəni. Hamısı turistlə gəzir. Nə edəcək? Turist deyəcəm, mənə ölkəvi tanıt. Mən deyəcəm ki, hara gəlir, necə gəlir. Biz çox şeyə fikir vermədən getmişik deyə tapa bilmirik açıq muzey. İftara da yavaş-yavaş yaxınlaşır deyə. Ona görə Qızıl Qalası nə idi? Qız Qalasına. Mən heç Qız Qalasına çıxmamışam. Qız Qalasına getmək. Gedirik. Hə, indi gedirik amma.
Ürəyimdə fikirləşirdim ki, Qız Qalasına Aytazla bir dəfə gedək. Durub yadıma şey çıxar. Qız Qalasını görməmişdim. İndi gedirik. Şey də gedə bilər, Şirva uşaqlar bundan sonra gedə bilərik, vaxtımız qalsa. Şeydə, iftarazdan gedəyik. Ora bizə mənzərəsi elə gözəldir. Əli. Bir də Instagrama post çıxarmaq, reel çıxarmaq lazımdır. Niyə vaxtı kəsdim mən gələndə? Telefonumun kamerası. Mikrofon almışam, mikrofonum gələcək. Yəni ki, sizi bu çilədən qutaracağım, kameranı ağzıma soxmaq şey. Yaxında mən də skripkaya başlayacağam bu arada. Buradan hamınıza duyururam. Bura gələcək şey burada başlayır. Sami deyir, metronun qabağında deyir başla. Mən skripkamı almışam. Bir dənə vaxt gözləyirəm ki, alınsın gedəcəm. Buradan da sizə spoiler verirəm. Baxın, deməli, hansısa bir insan bir klubu, futbol klubunu və ya siyasi partiyini gəlməyə burada aparacaqlar. Fərqi yox da, yəni. Hansısa birini tutursa və durub ona görə kim nəsə dava edirsə, məsələn, mən deyirəm ki, atıram, mən filan klubu tuturam, siz deyirsiniz, mən filan klubu tuturam. Bir var, məsələn, biz deyirik ki, mən deyirəm ki, bax, bu illərdə bu klub çempion və s. kubok qazanıb. Siz də deyirsiniz, bizim bu futbolçumuzun bu qədər qolu var, nə bilim nə. Bu müzakirə gedir. Bir də var ki, siz heç nədən durub məndən dava edirsiniz ki, sən o klubu tutursansa, sən futbol haqqında heç nə bilmirsən, nə bilim nə. Biraz daha kobud, biraz daha davaya yönəlik. Belə insanlar öz yeniyetməliklərini və ərgənliklərini tam tamamlamamış olurlar. İçlərində nəsə qalmış olur. Demək ki, həmin insan ərgənliyində nəsə tamamlamayıb ya da ərgənliyində qalıb, çıxa bilməyib. Məsələn, belə bir psixoloji fakt var. Bəli. Pırıltı, öyrən. İndi pləkanlar var, söndürürəm çünki yola baxmalıyam. Qaygana olan tərəfə. Vav. Sevgili adlar var. Sevgililer adlarını yazırlar burada. Ay Tacik'e bak. Bizim ilgimizi çəkən şeyə baxın da bir dənə. Bu tarixi şeyin arasında. Ləman Əmrah. Kimdisə xoşbəxt olsunlar. Sizə yeni bir hikayə danışmalıyım. Gəl sən də qulaq as hikayəmə. Bura əvvəl 2 hissəli olub, sonra bağlayıblar da. 2 hissə necə? Məsələn, əgər 2 qat olub, nə olub bilmirəm, amma bu təpəsində 2 qat olub. Birindən düşürmürsən aşağıda, yəni yerə yıxılmırsan da. Aşağıda da bir dənə. Hə, mən İngilis müəlliməm, öz uşaq olanda sinifləri ilə gəliblər bura. Bura gələndə bu uşaqlardan biri hoppanıb. Qayda deyib ki, Allah bütün günahlarını bağışlasın, hoppanıb. Hamı da elə başa düşüb ki, bu intihar elədi də. Amma bilmirlər ki, altda şey vardı. Optionda orada yəni yüngül çaplı kalp krizi keçirib müəllimlər, uşaqlar zat. İşte ondan sonra oranı bağlayıblar, yığışdırıblar elə yeri. Görürsünüz, pırıltı, bir hekayə daha. Buradan çox qəşəng düşür, günəş işığı.
həyata baxış açımız Ayət Azallı. Metrdir. 21 metrdir. Nasıl koysun? Niye bundan diyorum buraya? Pizza filmi bu da. Desin çok az oldu. Aytazın pizza dilimi dediği şey polikrom qabdı. Yan hissəsi. Şuradan böyle uzaktan bakalım. Gözüm. Çıxdıq və mənim heç başım gicələnmədi, heç halım pisləşmədi. Və dərmanımı da içməmişəm, amma diqqətinizə çatdırıram. Buralar heç tanış yad deyil bizə. Çünki həmişə universitetdən çıxanda biz bura gəlirik. Və imtahanlar, və kollegium vaxtı imtahandan çıxırıq, hamı axışır buralara. Tək bir dənə Fərizəm var onsuz da. Ben Fərizə. görmüştüm. Paylaşan bir Türkan Fərizə. He görmüşəm də. Biri hansısa görmüşdüm. Universitetin qabağında. Fərizə idi. He. O elə Fərizə idi. Çok qəşəng qızdır. Türkan da Oraya qəşəngdir. gedək. Türkana da desən Allah soruşur. Türkan da çox istədim. Onlar səni tanıyırlar, he? Nereden? O qədər danışmışam ki. Uşaqlar çox azam. Mən o söz deməyə utanıram çünki o orucdur. O arsız hələ bir də iftar menyu zakaz vermişəm, sanki oruc yemişəm kimi biabırçılıq. Oruçların haqqında geçiyor. Bakayım. Bitti bu arada YouTube vlogu. Son, yəqin bundan sonra son gələcək. Bu arada telefonumun dolub yeri. Çəkə bilmirəm. Hayır. Aytazında qalan 0.1 telefonda dolacaq. Çox pis durumdayım.